Bura bəlkə də kişi sağlığı üçün danışmağa uyğun yer kimi görünməyə bilər, amma əslində tam məkanıdır. Dünyanı gəzərkən sağlıqdan danışaq. Bu dəfə Kiprin ən uc nöqtəsi Karpas deyilən və ən gözəl çimərlikləri olan belə möhtəşəm bir yerdə kişi sağlığından, isti havanın kişi sağlığına olan təsirindən danışaq. Yay mövsümü və isti dənizdən zövq alınacaq bir mövsümdür. Amma istinin kişi sağlığına mənfi təsirlərindən danışmaq istərdik. Bildiyimiz kimi bədənimizdə olan yeganə orqanlardır ki, xayalar demək olar ki, xaricdə yerləşir. Daxildə deyil, çöldə yerləşirlər və bunun da tək səbəbi temperaturun tənzimlənməsidir. Xayalar yeganə orqandır ki, bədən temperaturundan 2-4 dərəcə aşağı temperaturda işləyir və xayanın işi nədir? Sperma hazırlamaq. Belə ki, temperatur xayanın işini pozur və spermatogenez prosesini ləngidir. Nəticədə spermanın hərəkətliliyinin və sayının azalmasına təsir edə bilir. O demək deyil ki, bir dəfə çimərliyə gəlmək istinin təsirindən mütləq sperma düşəcək. Yox, amma uzun müddət istinin təsirinə məruz qalarsa, təkcə dəniz deyil, sauna olsun, jacuzzi olsun və ya başqa mütəmadi uzun müddət isti təsirində xayaların iş prinsipi zəifləyə bilir, sperma keyfiyyəti düşə bilir. Ona görə də əksər zamanlarda temperaturu olmuş pasiyentlərdən, uzun müddət qrip, pnevmoniya və s. səbəblərdən temperaturu olmuş xəstələrdən növbəti 2 ay ərzində çox vaxt sperma analizi istəmirik. Çünki çox zaman nəticələr yanlış göstərir, yenə səhv göstərmiş olur. Odur ki, istidən, dənizdən zövq alarkən də uzun müddət istiyə məruz qalmağımızda düşünmək lazımdır. Xayaları sərin saxlayaq, amma ətraf istiliyindən də zövq alaq. Görüşərik.